Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Hər birinizi xoş gördük. CBC Sportun efirində Misli Premyer Liqasında daha bir qarşılaşma sizə təqdim olunur. Hesabat turunda, yəni 12-ci turun düşünürəm ki, maraqla gözlənilən qarşılaşmalarından biri hazırda Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına stadionda keçirilir. Araz Naxçıvanla Turan Tovuz komandaları üz-üzə gəlirlər və biz 12-ci turun oyun cədvəlini, oyunların siyahısını görürük. İki görüş artıq yekunlaşıb. Hesabat turunun açılış maçında uzun illərdən sonra Yevlaxa böyük futbol qayıtdı və həmin görüşdə Karvan Yevlax Kəpəz klubuna 1-2 hesabı ilə məğlub oldu. Eyni zamanda məhz dünən bu stadionda keçirilən digər bir görüşdə stadionun sahibi olan komanda, Sumqayıt komandası son illərin çempionu Qarabağla qarşılaşdı və 2-4 hesabı ilə məğlub oldu. Turan Tovuz liderlər qrupundadır, 22 xalla ikincidir. Araz Naxçıvan 19 xalla 6-cıdır. Rəvan Həmzizadənin işarəsi ilə bu görüş start götürüb. Qonaq komanda yan xəttdən top oyuna daxil edir və indi Turan Tovuzun hücumunu izləyirik. Zərbədə indirildi amma Alex Souza qapıya düşə bilmədi. Bir xeyli gol vurmuşdu. İndi ötürmə edildi. Christian Avram hər kəsi qabaqladı. Zərbə də əslində çox da təhlükəli deyildi. Ürfan Abbasov topu cərimə meydançasına çatdırdı. Fərid Yusifli orada yüksəlmişdi. Top yenə də Araz Naxçıvan komandasında qalır. Ürfan Abbasovdan daha bir ötürmə. Akrobatik zərbə və gol! Çempionatımızın bombardirlərindən biri Simakala daha bir gol vurur. Fantastik gol vurdu Bamuaka Simakala. 1-0. Almanyalı futbolçunun 7-ci goludur bu. Təkrara bir daha baxırıq. Ürfan Abbasovun ötürməsindən sonra Simakala akrobatik zərbə ilə, aşırma zərbə ilə fərqlənə bildi. Baklov çatmadı bu topa. Turan Tovuzla ilk dövrədəki oyunda da gol vurmuşdu Simakala, bu arada başla zərbə qeyri dəqiqdir. Akman onun qarşısını aldı. Hurtado Machadonu yıxdı. Həmlə davam edir. Hamidu Keita'nın zərbəsi qeyri dəqiqdir. Top düz trayektoriya ilə getdi. Bir qədər fırlada bilsəydi Hamidu Keita, o da təbii ki baxımlı golla yadda qala bilərdi. İşarə verildi. Ozoviç yaxınlaşır, ötürməni verir və Christian Avram. Əslində bir qədər inamsız oynadı, amma hər halda hücumun qarşısını aldı Christian Avram. Serrano topun yanındadır. Alejandro Serrano ilk hissəyə bu arada 1 dəqiqə artırılır. Başla zərbə yenə də qeyri dəqiqdir. Və bu dəfə də zərbəni vuran, topa toxunan Ayderson Hurtado idi. Beləliklə, işarə verilir və Misli Premyer Liqasında 12-ci turun Araz Naxçıvan Turan Tovuz maçında ikinci hissə başlayır. Rəhim yaxınlaşır. Rəhimin zərbəsi Christian Avram dəf edə bildi. Oyuna yenicə daxil olub Ayxanın ötürməsi Jo Batista. Batista, Rəhim. Ayxanın ötürməsi çox yaxşı alındı az öncə. Həmlə davam edir. Zərbə indirilir və az qala bərabərlik qolu vurulacaqdı. Turan Tovuz bərabərlik qolunu vurmağa çox yaxın idi. Ayxan idi deyəsən zərbəni vuran. Oyuna daxil olar olmaz fərqlilik nümayiş etdirir Ayxan Hüseynov. Bəli, Ayxan idi zərbəni vuran. Bir daha baxırıq. Topu qəbul etdi. Düşünmədən qapıya baxdı. Çox yaxşı zərbə alınmışdı və top cüzi fərqlə qapıdan aralı keçdi. Xəyal Rəhimlə oynayır. Rəhim Sadıqov. Rəhim Sadıqovdan yerlə ötürmə zərbə və gol! Ayxan Hüseynov fərqlənir. 1-1.
78-ci dəqiqədə Rəhim Sadıqovun ötürməsindən sonra Ayxan Hüseynov bərabərlik golunu vurur. Bir. Mustafa Əhmədzadə yaxşı oynadı. Həmin zonadan topu çıxara bildi. Pressing nəticəsində top dirildi. Turan Tovuzun hücumu. Jo Batista'nın zərbəsi Cristian Avram. Araz Naxçıvanı ikinci goldan xilas edir. Slavik Alxasov, Araz Naxçıvanın mövqeli hücumunu izləyirik. Belə bir fürsət yarandı, amma bu zərbəyə nə ehtiyac var idi? Hətta rəqib də orada büdrəmişdi. Nuno Rodriguez. Ayxan topu qaldırır. Başla zərbə. Vurmaq fürsəti yarandı, amma qapıya düşmək mümkün olmadı. Faiq Hacıyev. Elə bu andaca Rəvan Həmzəzadə oyunu başa vurur. Misli Premyer Liqasında 12-ci turun bu maçında Araz Naxçıvan Turan Tovuz görüşündə qalib müəyyənləşmir.